Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim sizə qazlar haqqında danışmaq. Bir çox daha doğrusu abunəçəm bu haqqda suallar verir ki, misal üçün qazlarımız yanvardan yumurtayırlar, ancaq kürt yatmırlar. Niyə? Birinci səfərdə bizdə belə şeylər var. Bu haqqda danışıb məlumat vermək istərdim. Və videoya keçməmişdən öncə əziz izləyicilər, əgər kanalımıza abunə deyilsinizsə abunə olun. Videolarımıza da artıq dərəcədə xahiş edərdim ki, like qoyun. Belə, indi keçən əziz izləyicilər mövzumuza. Deməli, bir çox abunəçim bayaq dediyim kimi yazırlar ki, qazımız kürt yatmır, yanvardan yumurtayır, kürt yatmır. Ancaq əziz izləyicilər, o qazda problem deyil. Çünki siz o qazları belə deyim seçə bilmirsiniz. Qazların hamısı kürt yatmır. Yəni bizim yerli qazlarımız. Bax, bu gördüyünüz yerli qazdır. Ana qazdır. Ana deyəndə baladır daha doğrusu. Hələ avqustda çıxandı, gecikdi. Elə o bizə satdığım bir dənə qalıbdı. Yəni kim istəsə ilk öncə onu da deyim. Hələ yumurtamayıbdı. Yəni erkəyi varsa bunu fərə kimi götürə bilər. Yəni yayda bu başlayacaqdır. Bəlkə də bir ay azada erkək olsa başlayıb yumurtayıb belə deyim kürt yatacaqdır. Bu yerli qazdır. Yerli qazlarımız bizim əziz izləyicilər, indi bilənlər bilir, 9, 11, hətta 13 belə yumurtayıb, hətta bir də görsən çox da olur. Və sonra başlayırlar yatmağa. Ancaq ruset qazları, yəni o Linda, Kuban və digər cinslər olur. Onlar isə əziz izləyicilər kürt yatmır. Yəni necə yatmır? Toyuq kimidir. Yəni 10 qazdan biri, ikisi yatma, o da çox vaxt heç olmur da. Yəni ondan ola bilər ki, sizin qazınız. Ona görə elə əgər yanvardan yumurtlayırsa, onlar hardasa, yəni bunlar bayaq dediyim kimi 9, 11, belə deyək, 13, hətta 15 yumurtayıb yatır. Ancaq onlar 40, 50 dənə yumurtayır. Onun yumurtasını nə edə bilərsiniz? İnkubatorunuz varsa inkubatora qoya bilərsiniz. İnkubatorunuz yoxdursa, əziz izləyicilər, siz onların yumurtasını əgər evdə hündüşka, toyuq, həmçinin lal ördək varsa onların altına qoya bilərsiniz. Ancaq onların özlərini ümidlə gözləməyin ki, onlar yatacaqdır. Onlar belə deyim, yatan deyirlər də, yəni onlar ancaq inkubatorluqdur. Hətta bir abunəçimdən yazmışdı, bizdə də hündüşka ilədir. Hündüşkamız nə vaxtdandır yumurtayır, ancaq kürt yatmır. Bu nədəndir? Səbəb ondandır ki, əziz izləyicilər, yenə deyirəm, hündüşkanın da o Kanada sortu var, onun Amerikan bronza var, o Kanada ağ rəngi olur, ətli, ondan sonra bronza qara rəngi olur. Onlar əziz izləyicilər ətli üçündür. Onlar redki yatırlar da, yəni toyuq kimidir. Toyuğun necə ki 10 toyuqdan biri ikisi kürt yata beyni buyura, bax bunlar da elədir o hündüşkalar. Bizim yerli hündüşka 15, 17, 20, 19 zat belə yumurtayıb yatır. Ancaq bu şeylər, digər hündüşkalar, onlar yatmır. Ona görə, yəni bax, bu şeylərə nəzarət edin ki, yəni bilin ki, bunlar yatmır. Əgər siz istəyirsinizsə, düzdür, indi bizdə yerli qazdan çox vaxt Lindanı, Kubanı qatırlar, həmçinin yerli hündüşkanla, yəni qazda seçmək olur. Qazda o yeri ilə ruseti necə seçmək olur? Bax, görürsünüz, bu yerlidir. Bunun burnu belə balaca olur. Ancaq o Lindada, Kubanda, zatda burunlarının üstə şişko olur da, belə yumru şarik. Linda'nın dimdiyi qara, daha doğrusu sarı olur, ağ rəng olurlar çox. Amma o Kuban şeyləri, bax, lal ördəkdə görürsünüz necədir. Bax, onun da belə burnunun üstə şişko olur, qara olur Kubanda. Ancaq yerli qazlarımız hər rəngdə ola bilər. Yəni bax belə ağ, tünd boz, açıq boz, belə bozlu, ağlı. Yəni o rənginə baxmır da. Burnunun üstü bax görürsüz balaca olur. Yəni bax yerli qazlarımız belədir. Ona görə deyirəm ki, yerli qazlar maksimum 15, düzdür 13-də yumurtayır, 9-dan az yumurtamır. Yumurtayıb yatır. Ancaq o Linda, Kuban zat çox yumurtayır. 40, 50 belə yumurtayır. Hündüşkada isə seçmək çox çətin ola bilər. Nəyə görə? Çünki hündüşkalar bir-birinə bənzəyir. Kanada hündüşkası ilə
belə deyək, yerli hündüşkanı qatacaqsınız. O bala təbii ki, alacaq erkək kanadadırsa, ya bronzadırsa, balalar ana isə yəni yerlidir. Ana yatacaqdır və qəşəng balalar verəcək. Ancaq o balalar yatmayacaq. Məndə bir dəfə olmuşdu, yerli hündüşka idi. Bir dənə almışdım və erkək tapa bilmirdim. Qonşuda Kanada var idi. Onunla tütləşdirdim. Yəni bir dəfə tütləşməklə 10 dənə yumurtası toxumluq oldu və çıxdı. Özü də 17 dənə yumurtlamışdı. 10 dənəsi çıxdı, 5-i fərə, 5-i xoruz oldu. İnanırım ki, hamısı qəşəng qaldı və gəlib bir erkək 3 dişi saxladım. Fərələr bəli, yaxşı yumurtadır. Ancaq belə deyim, yatmadılar. Sözün düzdür, Kanada bronza hündüşkası kimi də çox yumurtlamadı. Yəni onlar yumurtlayır, misal üçün 50, 60, 100-ə yaxın yumurtlayır. Baxır da indi onların sortuna. Amma bunlar çox az yumurtadır. 25-30 belə biri yumurtadır. Yəni indi deyəcəksiniz o hündüşkaları necə seçirik? Nə bilək bazardan alanda şeydir, bazardan alanda yəni insaflı adamdan alın, kənd adamdan alın və bilin ki, o şeydir də, yəni yeri hündüşkadır. Amma bir çoxu qata bilər, yəni erkəyi başqa hündüşkadan eləyir. Onlar da yatır, o dönmələr. Ancaq yeri kimi yatmır da. Yəni yeri bilsən 15, 17 yumurtayıb yatır. Ancaq bunlar çox yumurtayır. O şeylər Kanada zat və belə deyək də dönmələr də pisdir. Nə yeri kimi az yumurtayıb yatmır, nə də ki o Amerikan bronzu kimi, Kanada kimi çox yumurtlamır. Orta bab, yəni ki, ona görə qarışıq çoxalmaq heç də düzgün deyil. Əgər siz elə şeyliyirsinizsə, inkubator saxlayın. Həm qazların yumurtasını qoymaq üçün, həm də hündüşkaların. Yəni onlar yatmır. İndi siz də baxın, qazınız, hündüşkanız nədirsə, ola bilər ki, heç dönmə də olsun. Qazda da, hündüşkada da bu baş verə bilər. Yəni oldusa şeyliyin, necə deyim? Da yəni inkubator olsun ki, ya inkubatoru ya da hansısa ördəyin, lal ördək qəşəng çıxardı. Lal ördəyin ya digər toyuğun zadının altına yumurtasını qoyun. Qoyun ki, qoy çıxsın. Yoxsa yumurtalar hayf olacaqdır, qaz da yatmayacaqdır. Yəni bax belə əzizlər, istədim bu haqda danışam. Belə, bu qədər. Hər kəsə təşəkkürlər. Kanallarımıza, Quşlar TV-yə, Lal Ördəklər TV-yə, həmçinin Kənd Heyvanları kanalına əziz izləyicilər abunə olun. Videolarımıza da like qoyun. Çünki biri-birindən gözəl faydalı videolar gəlir. İnşallah çalışacağam ki, gözəl videolarla sizin görüşünüzə gəlim. Sağ olun əziz izləyicilər, salamat qalın və gələn videoda görüşmək ümidi ilə ayrılıram. Yenə də kanalımıza abunə olmağı, videomuza like qoymağı da unutmayın.